Salam, bugün mən sizlərə virtual məktəb platformasında necə şagirdin şifrəsini bərpa etmək olur, onu öyrədəcəm. İlk öncə Virtual Eduaz saytına daxil olub, buradan şagirdlər üçün qeydiyyat bölməsində olan şifrəni bərpa et düyməsini seçib, daha sonra kilid et düyməsini seçirsiniz. Daha sonra sizdə rəqəmsal məktəb platforması açılacaq. Buradan biraz aşağı keçərək valideyn seçimini edərək valideyn hesabına daxil olursunuz. Buradan digər bölməsini basaraq, deməli, atdığım videoda da izah etdiyim kimi sima imzada qeydiyyatdan keçirsiniz valideyninizin, ananızın və ya atanızın, nənə baba yox, ata və ya ananın siması ilə keçdiyiniz, ana və ya atanın siması ilə keçdiyiniz telefonda sima mobil tətbiqinin QR-ını oxudursunuz. Əgər siz telefon vasitəsilə giriş etsəniz, sizdə QR açılmayacaq. Birbaşa siz sima mobil tətbiqinə daxil yönləndiriləcəksiniz və avtomatik orada sizdən orada qoyduğunuz 6 rəqəmli kodu istəyəcək və o 6 rəqəmli kodu yazacaqsınız və yaxud da ki, barmaq izi qoymusunuz, barmaq izi istəyəcək ki, barmaq izinizi skan etdirdikdən sonra artıq siz sima imza vasitəsilə rəqəmsal məktəb platformasına giriş etmiş olacaqsınız. Nəysə, deməli, siz rəqəmsal məktəb platformasına giriş etdikdən sonra nə olacağını indi göstərirəm. Baxın, mən də bu cür formada atanın siması ilə giriş etdim və bu cür formada rəqəmsal məktəb platformasının valideyn kabineti açıldı. Valideyn kabineti açıldıqdan sonra rəqəmsal məktəb sözünün altında siz öz ad soyadınızı seçirsiniz. Baxın, bura vurub öz ad soyadınızı seçirsiniz. Öz ad soyadınızı seçdikdən sonra buradan övlad üçün şifrə təyinini vurursunuz. Daha sonra sizdə belə bir səhifə açılacaq. Övlad üçün şifrə təyinini vurduqdan sonra burada sizin elektron poçt ünvanınız göstərilir ki, bu elektron poçt ünvanını yadınızda saxlamalısınız. Siz deməli Microsoft Teams tətbiqinə daxil olanda sizdən bu elektron poçt istənəcək. Daha sonra siz burada özünüzə yeni bir şifrə təyin edirsiniz. Bu şifrə təyin edəndə qaydalar var ki, siz ən azı 12 rəqəm və hərfdən istifadə etməlisiniz. Bəli, ən azı 12 və burada bir ədəd böyük hərf, bir ədəd kiçik hərf mütləq olmalıdır və bir ədəd mütləq rəqəm olmalıdır və bir ədəd mütləq xüsusi simvol olmalıdır. Xüsusi simvol nədir? Xüsusi simvol deməli nöqtə, virgül, sol işarəsi, nida işarəsi, ət işarəsi, diyez işarəsi, alt üst nöqtə, dollar işarəsi, faiz işarəsidir ki, ulduz işarəsidir, o yan bu yan mötərizələrdir, üstə gələkdir, çıxaqdır, altdan xəttdir ki, bunlardan istifadə etməlisiniz ən azı birindən. Məsələn, nöqtə adınızı yazdınız, nöqtə qoydunuz. Yəni, belə istifadə olunur. İndi mən nümunə bir şifrə göstərəcəm. Məsələn, gördüyünüz bu kod Məhəmmədəli 2026 nida. Gördüyünüz kimi burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 cəmi simvol var və gördüyünüz kimi 12 simvolu artıqlaması ilə ödəyir və baxın, görürsünüz 2 ədəd böyük hərf, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədəd də kiçik hərf var ki, mən də dedim 1 böyük və ən azı 1 kiçik hərf olmalıdır. Bu tələbimiz də ödəyir. Ən azı 1 ədəd rəqəm olmalıdır və gördüyünüz kimi mən burada 4 ədəd rəqəm qoymuşam və bu tələbim də ödəyir və ən azı 1 ədəd xüsusi simvol qoymalısınız ki, mən də bu 1 ədəd simvolu nida olaraq qoymuşam. Daha sonra nə edirsiniz? Bu şifrənin eynisini necə yazmışdınızsa, şifrəni təkrar formada burada yazırsınız. Gördüyünüz kimi mən həmən şifrəni eyni formada burada yazdım və daha sonra təsdiq et düyməsini seçirsiniz. Siz təsdiq et düyməsini seçdikdən sonra sizin şifrəniz avtomatik olaraq dəyişir və burada gördüyünüz kod artıq sizin şifrəniz olur. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Mən sizə indi gördüyünüz kimi şifrənin dəyişdirilməsini öyrətdim. Sağ olun.